Sumqayıtda ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin İsmət Qaybov küçəsində qeydə alınıb. Chevrolet Cruze və Opel Astra markalı avtomobillər toqquşub. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Onlar dərhal Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına çatdırılıblar. Biz buradaydık, hadisə yerində, burada oturmuşduq burada. Bu skameyakada. Bu maşın dönürdü, bu qara maşın Chevrolet. O da o tərəfdən sürətli gəldi, dəydi buna. Sumqayıtda baş verən yol nəqliyyat hadisəsi səbəbilə 22.05.2025-ci tarixində saat 18:00 radələrində Sumqayıt Tibb Mərkəzinin təcili tibbi yardım xəstəxanasına 2 nəfər hospitalizasiya olunub. 1976-cı il təvəllüdlü qadın cinsli şəxsə budun əzilmiş yarası, 1984-cü il təvəllüdlü kişi cinsli şəxsə isə döş qəfəsinin əziyi diaqnozu təyin edilib. Zəruri tibbi xidmətlər göstərilən pasientlərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir.